Salam, kriptovalyuta aləminə başvurmaq istəyirsiniz, amma hardan başlayacağınızı heç bilmirsiniz? Heç narahat olmayın. Bugün sizə heç bir təcrübəniz olmasa belə, ticarətə başlamaq üçün addım-addım, çox sadə bir strategiya göstərəcəyik. Gəlin bir anlıq potensiala baxaq. Məsələn, əgər 2017-ci ildə cəmi bir dənə bitcoin alsaydınız, bütün o enişlərə, qalxışlara baxmayaraq, bugünə qədər $41.000 xalis mənfəət əldə etmiş ola bilərdiniz. Yaxşı, bəs bu cür bir şey necə mümkün olur? Yaxşı, gəlin kripto ticarətinin pərdə arxası məqamlarını açaq. Bax, bu 5 addımlı planla sizi ilk uğurlu əməliyyatınıza tam hazırlayacağıq. Deməli, heç bir təcrübəsi olmayan biri bu cür nəticələri necə əldə edə bilər? Cavab, inanın ki, düşündüyünüzdən də qat-qat sadədir. Əslində bütün məsələ cəmi 3 sadə addımdan ibarətdir. Aktivin qiyməti aşağı olanda alırsan, qiyməti qalxanda mənfəətlə satırsan və sonda da qazancını real pula çevirirsən. Vəssalam. Yaxşı, bəs bu planı həyata keçirmək üçün bizə nə lazımdır? Cəmi 2 dənə əsas alə. Təsəvvür edin ki, Binance sizin üçün bir bazardır, yəni alıb satdığınız yer. CoinMarketCap isə sizin xəritənizi, yəni harda olduğunuzu və hara getdiyinizi göstərir. Biri hərəkətə keçmək üçündür, digəri isə o hərəkəti planlaşdırmaq üçün. İndi isə gəldik bəlkə də ən vacib hissəyə. Bu, texniki bacarıqlardan daha çox sizin düşüncə tərzinizlə bağlı bir şeydir. Uğurun əsl açarı olan intizamdan danışırıq. Qızıl qayda çox sadə səslənir. Ucuz al, baha sat. Amma inanın ki, bazarın emosional təzyiqi altında, hamı qorxub satanda, bu sadə qaydaya sadiq qalmaq, bax, ən böyük sınaq elə budur. Riski minimuma endirmək üçün ən yaxşısı ilk onluqda olan, özünü təsdiqləmiş coinlərə fokuslanmaqdır. Amma bir istisna var. Stable coinlərdən uzaq durun. Onların qiyməti birbaşa ABŞ dollarına bağlıdır. Yəni məqsədləri qiymət artımı yox, sabit qalmaqdır. Buna görə də ticarət üçün bizə yaramırlar. Baxın, həlledici məqam budur. Qiymət düşəndə siz hələ pul itirməmisiniz. O zərər ancaq kağız üstündədir. O, nə vaxt real itkiyə çevrilir? Siz təşvişə düşüb o sat düyməsini basanda. Gəlin, eyni vəziyyətlə üzləşən iki fərqli düşüncə tərzinə baxaq. Bu, psixologiyanın ticarətdə necə həlledici rol oynadığını mükəmməl şəkildə göstərir. Fərq isə ağla qaradır. Təşvişə düşən şəxs qorxuyla sataraq müvəqqəti enişi daimi bir itkiyə çevirir. Səbirli investor isə başa düşür ki, bu normaldır və sadəcə bazarın bərpa olunmasını gözləyir. Uzun müddətli perspektiv burada hər şeyi həll edir. Beləliklə, bu qızıl qaydanı başa düşdüksə, gəlin indi də Binance-da ilk avtomatlaşdırılmış ticarətimizi necə quracağımıza baxaq. Bu strategiyanın ən gözəl tərəfi odur ki, hər şeyi avtomatlaşdıra bilirik. Siz birjaya əvvəlcədən təlimatlar verirsiniz, o isə sizin yerinizə işi görür. Yəni, bütün günü ekran qarşısında oturub qrafiklərə baxmaq məcburiyyətiniz yoxdur. Bəs limit əmri nədir? Çox sadə. Bu, birjaya verdiyiniz bir təlimatdır. Bu coin mənim istədiyim qiymətə çatanda onu mənim üçün al və ya sat. Yaxşı, başlayaq. Birinci addım. Aşağıdan al prinsipi. CoinMarketCap'də araşdırma apardıqdan sonra seçdiyiniz coin üçün cari qiymətdən daha aşağı bir alış qiyməti təyin edirsiniz. Alış əmriniz işə düşən kimi dərhal ikinci mərhələyə keçirik, yüksəkdən sat. Ödədiyinizdən daha yüksək bir qiymətə satış əmri verirsiniz və bununla da potensial mənfəətinizi əvvəlcədən kilidləmiş olursunuz. Vəssalam. İndi sistem sizin yerinizə işləyir. Sizin planınız heç bir emosiya, təşviş, qorxu olmadan sırf məntiqə əsaslanaraq avtomatik şəkildə icra olunacaq. Və nəhayət, son, amma çox vacib bir addım. Nəticələri izləmək. Bu, nəyin işlədiyini, nəyin işləmədiyini görmək və gələcəkdə daha yaxşı qərarlar vermək üçün çox önəmlidir. Burada əsas məsələ hər bir əməliyyatı, istər alış olsun, istərsə də satış, CoinMarketCap portfelinizdə qeyd etməkdir. Bu, sizə sadəcə nə qədər qazandığınızı göstərməyəcək, həm də zamanla daha ağıllı qərarlar verməyinizə kömək edəcək. Baxın, bu proses sizin bütün ticarət fəaliyyətinizi belə aydın bir cədvələ çevirir. Gördüyünüz kimi, cəmi 6 gün ərzində intizamla həyata keçirilən bir ticarət $380 xalis mənfəət gətirə bilib. Beləliklə, gördüyünüz kimi, alətlər də strategiyada çox aydındır.
İndi əsas sual budur. Bu prinsipləri tətbiq edərək sizin ilk addımınız hansı coin olacaq?